Xocalı soyqırımının növbəti ildönümünü qeyd edəcəyik və əlhəmdülillah şükür olsun Allaha ki, artıq neçə ildir ki, bu qələbəni, bu hadisəni, bu soyqırımı qalib bir xalq kimi qeyd edirik. Biz neçə illərdir beynəlxalq ictimaiyyətdən Xocalıya ədalət tələb edirdik və bu istiqamətdə addımlar atırdıq və Allahın lütfü ilə, öz gücümüzlə, cavanlarımızın, ordumuzun gücü ilə biz bu ədaləti bərpa elədik və şəhidlərimizin qanı hesabına biz bu qələbəni əldə elədik, ordumuzun gücü hesabına əldə elədik və şükür Allaha ki, artıq qalib bir xalq kimi öz qurbanlarımızı da yad edirik. Amma Xocalı soyqırımı heç vaxt unudulmamalı olan hadisələrdəndir. Gərək bizim tarixi yaddaşımızda həmişə qalsın. Heç vaxt unutmayaq ki, düşmənin həqiqi mahiyyətini üzə çıxardan hadisələrdən biridir və bu hadisənin həmişə yaşatmalıyıq. Bu hadisə üzərindən də həmişə dünyadan ədalət tələb eləməliyik. Çünki dünya mənfəət üzərində qurulub və ədaləti gərək öz gücündən, öz əzmkarlığından nümayiş etdirəsən. Allahdan Xocalıda soyqırıma məruz qalmış insanlarımız üçün, həmvətənlərimiz üçün rəhmət diləyirəm. Allah şəhidlərimizin ruhunu şad eləsin inşallah.